İndi isə daha ətraflı, azad olunan ərazilərin içməli və suvarma suyu ilə təmin olunması üçün müxtəlif layihələr həyata keçirilir. Laçında Zabuqçay, Tərtərdə isə su qovuşan su anbarı və kanallar bərpa edilib. Zəngilan və Qubadlıda da mühüm layihələr tamamlanıb. Nəticədə 150 min hektardan çox sahənin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. Yeni su anbarının da tikintisi planlaşdırılır. Bu barədə Zabuqçay su anbarına təşkil edilən mediaturda məlumat verilib. Laçında həyata keçirilən tikinti və bərpa layihələri sırasında Zabuqçay su anbarı və ona bağlı magistral boru kəməri artıq istifadəyə verilib. Bu, rayonda əkin sahələrinin və bağların suvarılması, məhsuldarlığın yüksəldilməsi üçün çox əhəmiyyətlidir. Zabuqçay su anbarı Qubadlı və Zəngilan rayonları ərazisində 12.100 hektar ərazini suvarma suyu ilə təmin etmək iqtidarındadır. Bu il isə artıq ilk yaşanıb. Həmin ərazilərdən 2900 hektarı Zabuqçay su anbarının sayəsində suvarma suyu ilə təmin edilib. Bu 12.100 hektarda bu kənd təsərrüfatı məhsulu istehsalının artırılmasına, məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına, sudan qənaətlə istifadə olunmasına öz müsbət təsirini göstərəcəkdir. Yeni texnologiyalarla, damcılama, yağdırma üsullarından bunun suvarılması çox müsbət haldır. Ona görə ki, istənilən vaxtı sən əkin sahəsini suvara bilirsən, suya qənaət edə bilirsən. Yeni anbarlar sayəsində bu ərazilərdə artıq 150 min hektardan çox sahənin su təminatı yaxşılaşdırılıb. Mühüm çayların üzərində olan anbarlar tikildi. Buna Zabuqçayı misal göstərə bilərik. Amma tikilməkdə olan anbarlarımız da var. Həkəri çayının üzərində tikilməyini gözləyirik. Yəni 91 milyon kub metr həcmi olacaq. Qeyd eləmək istəyirəm ki, texniki iqtisadi əsaslandırması hazırlanıb. Layihə hazırlanmaq üzrədir, yekunlaşdırmaq üzrədir. Amma Bərkişat çayı üzərində yerləşən Qubadlı rayonunda olan Bərkişat çay su anbarının texniki iqtisadi əsaslandırması yekunlaşıb. Layihə bitib, ekspertizaya göndərilib. Yaxın zamanda biz həmin anbarın tikintisinə başlayacağıq. Bu layihələrin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonlarda əkin sahələrinin suvarılması ilə yanaşı, həm də əhalinin içməli su ilə təminatına töhfə verəcək. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İsfəndiyarov, Ayşən Cümşudova.